Dünən bir dənə video paylaşdım. Demək, kəşfiyyata düşüb bir çox xanımlar yazıblar. WhatsApp-a da yazanlar olub. Xanımlar, paylaşım edərkən bir şeyi qeyd etməyi unutmuşam. Bu baxımdan da çoxlu suallar gəlir. Mən suallara çoxunu cavablandırmağa çatdıra bilmirəm. Baxın, kabaçki bu formadadır. Qabığını soyursunuz bir ədədini. 3, uzağı 4 qaşıq qatıq alırsınız. Bu kabaçkini süzgəcdən rəndələyirsiniz, narın. Qatığa qatırsınız, bir azca da duz qatırsınız, çiğ yeyirsiniz. Bişirməyə ehtiyac yoxdur. Amma əsas məsələ, kimin mədəsində həssaslıq varsa, kabaçki liflə zəngin olduğu üçün mədəvizə ağrıq verə bilər. Yəni, əgər mədəvizdə ağrı olsa, bilin ki, kabaçki sizə çiğ halda yaxşı təsir etmir. Amma bu detoks, təmizləmə olduğu üçün mütləq və mütləq çiğ şəkildə yeyilir. Amma siz çiğ şəkildə yeyə bilmirsinizsə, bişmiş yemək istəyirsinizsə, bir çay qaşığı zeytun yağında bir kabaçkini süzgəcdən keçirərək bişirirsiniz. Üstünə 3 qaşıq qatıq əlavə edib yeyirsiniz. Bir günorta yeməyi əvəzi yeyirsiniz, bir də axşam yeməyi əvəzi. Çiğ yesəz bir dəfə yeyirsiniz. Amma bişən yesəz bir günorta, bir axşam yeyirsiniz. 3 dəfə bunu yedikdən sonra tərəzidə ən azı 1,5 kilo, 2 kilo əksilmə olacaq. Ən çox da bu kimlərə faydalıdır? Qəbz olan insanlara, köpən həzmsizlikdən əziyyət çəkən insanlara. 3 gündən artıq içmək məsləhət deyil. Çünki pis təsir edə bilər sizdə. Çünki təmizləyici olduğu üçün.